Neftçi Yüksək Qızlar Liqasının 13-cü turunda Dirçəliş kollektivi ilə üzə gəlib. Neftçi futbol mərkəzində baş tutan maç Ağqaraların 3-0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Xanım Məsudova dubl edib. Digər qolu isə Ayşən Salamzadə vurub. Bununla da xallarını 36-ya çatdıran Neftçi çempionluğunu rəsmiləşdirib. Neftçi bu mövsüm keçirdiyi 12 oyunun hər birində qələbə qazanan yeganə komandadır. Çempionlar rəqib qapılarından ümumilikdə 70 top keçirərkən, öz qapılarından yalnız bir top buraxıblar. Neftçinin baş məşqçisi Siyasət Əsgərov çempionluğu Neftçi TV-yə şərh edib. Belə deyək, mən də fürsətdən istəyirəm sizi təbrik edirəm və Neftçi klubunu təbrik edirəm. O ki qaldı oyunla bağlı, doğrudan da sevincimizi aldı ki, bugün qələbə qazandıq. Düzdür, oyunda biraz çətinliklərimiz oldu. Rəqib doğrudan da çox yaxşı hazırlaşmışdı, görünən oydu. Amma şükürlər olsun ki, belə deyək, bitmə 2 tur qalmış, çempionluğu qeyd elədik. O ki qaldı, ikinci dəfə çempionluq olması ilə, birisi keçən il çempion olmuşduq. Çempionlar Liqasında doğrudan da yaxşı nəticə olmamışdı, amma düşünürəm ki, bugün biz çempion oldu və yarım qalan işimiz Çempionlar Liqasında daha yaxşı, daha gözəl bitirərik. Komandamızın üzvləri Sevinç Fəttazadə və Firəngiz Teymurova da sevinclərini bizimlə bölüşüblər. Sevincimizin həddi-hüdudu yoxdur. Təbii ikinci dəfə Respublika çempionu oluruq. İnşallah çalışacaq Çempionlar Liqasına gedəndə də daha yüksək mübarizə aparaq, yüksək nəticələr verək. Digər komandaları da təbrik edirəm göstərdikləri mübarizəyə görə. Bu qədər. Çox sağ olun hər şey üçün. İnşallah qələbələrimizin, çempionluqlarımızın ardı daim belə gələr. Çox sevinirik, doğrudan da ikinci dəfə çempion olmuşuq və bu vəsilə ilə Çempionlar Liqasının seçmə mərhələsinə gedəcəyik. İnşallah ki, orada şans üzümüzə gülsə daha yaxşı olacaq, amma olmasa oradan Avroliqa üçün davam eləyəcəyik. İnşallah ki, planlarımız, yəni məşqçinin də planları bu yönlərdədir ki, daha yüksək yerlərdə, daha Neftçinin adını daha yüksək yerlərdə çalışaq ki, adlandırsın. Yəni əslində bizim əsl motivasiyamız ölkəmizdə artıq ikinci dəfədir Çempionlar Liqasına gediş baş tutacaq. Yəni bizim üçün önəmli olan bu Çempionlar Liqasıdır. Yəni daha yüksək yerlərdə olmaqdır və çalışırıq ki, doğrudan da bu çempionluğu əldə edib daha yüksək yerlərə gedək, daha yaxşı yerlərdə olaq. Qeyd edək ki, ötən mövsümü də birinci yerdə tamamlayan Flaqman, qadın futbolçular arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanaraq ölkə futbolu tarixində ilkə imza atmışdı. Qızlardan ibarət komandamız Yüksək Qızlar Liqasında ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu. Ağqaralar bu dəfə qızıl medalları sona 3 tur qalmış təmin etdilər.